Salam gözəl, dəyərli izləyicilər. Bugün sizə dilək proqnozunu bildirmək istəyərdim əzizlərim. Allahın gözəl nuru ilə sizlərə, övladlarınıza, nəvələriniz varsa da evinizə bolluq, bərəkət sizlərlə olsun əzizim. Nə ilə sıxılırsınızsa, darıxırsınızsa, Allah o tərəfdən işlərinizi aydınlığa çıxartsın, sevinclər gətirsin qarşınıza. Vaxtınızla, ürəyinizlə, zamanınızla bütün yaxşılıqlar qarşınıza gəlsin, sağlıqla gəlsin hər bir şey əzizlərim. Yaxşı ki, varımsınız, əziz dinləyicilər, izləyicilər. Bu iki fincanın birinin diləyini tutun əzizlərim. Birinci fincan, ikinci fincan əzizim. Birinci fincanın niyyətini tutanlar üçün fincanımızı inşallah açaq. Uğurlar olsun birinci fincanınızda tutanlar üçün. Diləkləriniz tezliklə həyata keçsin, ürəyiniz sevinsin. Ürəyinizdə nə çətinliklər var, nə tədirginlikləriniz varsa hamısı aydınlığa çıxsın əzizlərim. Bax əzizim, bu fincanın niyyətini tutanlar. Elə bir ki, fədakarlıq etdin biriləri üçün. Ondan nankörlük gördün. Amma yenə də onunla ciddi söhbətlərin ola biləcək. Sözlərin var, ciddi sözlərin var. Amma biraz diqqətli ol bu aralar. Keçmiş məsələnə maddiyyatla əlaqəli, alacaq verəcək ya mirasla, ya ortaqlıqla əlaqəli. İçində plan mı qurursan? Amma çalış doğru cümlələrlə danışasan. Doğru cümlələrlə danışaraq sonuncunu ala biləcəksən. Dostluqdan sevgiyə dönən bir məsələ. Eyni bir yolda gedəcəksiniz, eyni bir yolu gedirsiniz. Çoxluqlar içində ola bilərsən bu aralar. Hər kəsdən bir səs çıxacaq, hər kəsdən bir söz eşidəcəksən. Kənarda durub baxırsan. Fərqli bir qrupa girə bilərsən. Amma sənin gələcəyin bərəkətlə olacağına inanırsan. Çünki bərəkət sizə tərəf gəlir. Üzr istəyirəm. Ailə içərisində bəzi şeylər tərs getmiş. Ailədən bir boşanma mı, bir ayrılma mı oldu? Bir sarsıntı mı yaşandı? Amma aydınlıqlar olacaq. Evliliklə yeni qərarlar alacaqsınız. Ağlına qoyduğunu edəcəksən. Heç kimdən heç də soruşmursan. Gözünü hədəfə dikmirsən əzizim. Ağlınla irəli gedəcəksən. Kəskin ifadələrinə diqqət et. Çevrəndən sənə diqqət edənlər var, səni izləyənlər var. Biraz ayıq ol. Ata-ana tərəfindən səni sevməyənlər var. Onların bəzi sözləri sənə təsir edə bilər. Sağlıqla sıxıntın olmuş və ya ailədən birilən sıxıntısı ola bilər. Sizin həyatınızla maraqlanıb sizdən xəbər almaq istəyənlər var. 2 nəfərə qarşı şübhələrim var. Bu şübhələr doğru çıxacaq. Qulağına bir şeylər gələcək, amma inana bilməyəcəksən əzizim. Çamadanla qarşına gələn biriləri var, ya da qonağınız ola biləcək gözləmədiyiniz halda. Çox böyük itkilər verdin, için danışdın. Yenə də hələ için doludur, danışmağa sözlərin var. 2 göz üzərinizdədir. Elə bir yanındadır, yaxınında biridir. Biriləri elə bir səni saymır, saymamaslığı edir elə bir. Sən yaxınsan. Elə bir özü üçün yaşayan bir insandır. Hər kəslə də əzizim oturub dura bilmirsən. Hər kəslə də yəni dostluq eləyə bilmirsən. Ara-ara telefon söhbət zəngləri gələrək mübahisələr ola bilər arada. Əlinə bir kağız alacaqsan, bir imza atacaqsan. Qarşı tərəf elə bir xoşbaxt olmamış kimidir, özünü elə bildirir, bağlar biraz qopmuş kimidir. Yəni sənin özünün güvəndiklərinə artıq güvənə bilmirsən. Ətrafında özünü boşluqda hiss edirsən amma. Bəlkə də sevgiyə qapıları bağladın, artıq sevgi axtarmaq istəmirsən. Sevgi həyatında da dibini gördün.
Qorxursan artıq, deyirsən yaxşısı gəlməkdən bətəri gələr. Hər kəsin yükünü çəkdin. Sata bilmədiyin bir şeylər var. Satacaqsan, zamana bıraq biraz. Səbirlə. Fədakarlığın çox. Hər kəsin işi üçün qaçdın. Çevrən genişlənəcək. Qarşı tərəfin bəzi gerçəkləri saxlandığını hiss edəcəksən, amma bunlar hamısı üzə çıxacaq. Planların var. Həyata keçirməyə başlayacaqsan. Biriləri etiraf edə bilər. Etiraf edib sən onu bağışlamağını istəyəcək. Amma bağışlayıb bağışlamamaq səndən asılıdır, əzizim. Yəni, hərlə yox arasında qalmısan. Səni rahat edən bir yerə getmək istəyəcəksən. Biraz yoxsuzluqların var. Biraz çox düşünürsən. Evdən birinin uzaqlaşması və ya ətrafında olan birilərinin uzaqlaşmasını istəyirsən. Çünki o sənə heç vaxt maddi mənəvi dəstək olmadı. Birilərlə yolun kəsişə bilər, bir araya gələ bilərsən təkrarən. Sanki səni havalara atır. Elə bir şeylərin dadını çıxarmaq istəyirsən. Bir toparlanma dönəminə keçəcəksən. Boş qalan vaxtlarını dəyərləndirəcəksən. Bir-birinizdən biraz uzaqlaşa bilərsiniz qarşı tərəflə. Üzünü güldürən insanlar sən tərəfə gələcək. Birindən çox incimisən, çarəsiz kimisən. Amma yaxınında, ətrafında, çevrəndə və ailə içində biriləri əmrlə danışan biriləri var, onu götürə bilmirsən. Bir yerə gedə bilmədin, amma ağlın orada qalıb. Uzaqdan sizə maddi, mənəvi dəstəkləyən biri ola biləcək. Əlini, qolunu bağlamış kimi insanlar oldu həyatında. Dərin düşüncələr içində oldun. Maddiyyatla əlaqəli çox düşünürsən. Ödəmələrin varsa ödəmələri edəcəksən. Xəyalların var. Bir dəstək, bir çarə axtarırsan. Amma ya sən borc istəyə bilərsən, ya səndən borc istəyə bilərlər, əzizim. Biriləri sənə ağzından bir şey qaçıraraq ümidlərini səni yaşatmaq istəyəcək. Yaşamaq nöqtəsinə gəlib çatırsan, əzizim. Çünki istəyirsən, sən də xoşbaxt olmaq istəyirsən. Sənə tərəf gələn yaxşı insanlarla görüşəcəksən. Səndən istifadə edən bəzi insanlar, hətta qohumlar da oldu. Biriləri sənə paketdə bir şey uzadı və ya sən paketə qoyub birilərinə nə isə vermək istəyirsən. Yəni, bir şeylər oldu həyatında. Yəni, deyirsən ki, boşuna gəlmədi bu şeylər həyatımda. Amma birilərinə bir şey ispat edə bilmirsən. Haqlısan, əsəbləşirsən. Bax, atadan, anadan gələn ağırlıqlar yavaş-yavaş üzərinizdən gedəcək. Biraz dalğalanmalar var həyatında. Elə bir şeylər hələ dəqiq deyil önündə. Qarma-qarışıq çıxır. Qarşı tərəfdən də sevgi və ya ailə içindən bir sevgi görmək istəyirsən, soğuqluq yaşayırsan, uşaqlıq illərində də travmalar keçirdin, bəlkə də sevgi gözlədin, o sevgini ala bilmədin. Yəni, ana tərəfi, ata tərəfinə qarşı duyğu məsafələri var. Çox verən sən oldun, fədakarlıq edən sən oldun, amma artıq geri çəkilmişsən, içdən içə sıxılıb, qırıldın. Evdə elə bir ailə içində bəlkə bir neçə uşaqlar var, amma sən bir ayrımcılıq hiss edirsən. Elə bir ki, səni ayrılırlar, sənə başqa cür qiymət verirlər. Çox düşüncələrim var. Mart aylarında 17, 27, 3-nə, bu tarixlərə biraz diqqət edin. Bu mart ayında da bir hərəkətlik ola biləcək, əzizim. Ya bir üzləşmə, ya bir qarşılaşma, ədalət gözləyirsən. Danışıqlar ola biləcək, ədalət sən tərəf ola biləcək, bəlkə də bir məhkəmən var, yarım qalmış, bir hekayə var, bir hekayə bitməmiş. Biriləri sənin içinə girmək, yəni sənə yaxın olmaq istəyəcək. Amma sən dolmuş kimisən, için o qədər dolub ki, anidən partlaya bilərsən, yəni içindəkilərini tökə bilərsən. R hərfi danışır, bəlkə də çevrən tərəfdədir, bəlkə də işlə əlaqəlidir. Ya sizin arxanızca bir iş çevirir, bir yalanı üzə çıxa biləcək. Bir ayın içində rahatlanma ola biləcək. A hərfi xəbər gətirə bilər sizə. Bir qovuşma ola biləcək. Bir səmimiyyət. Bir qurban dediniz, nəzir dediniz. Bax, əzizim, birilərinə çiçək verir, amma ona baxıb onun həsrətini çəkirsən ki, yəni Allahın bir çiçəyini də mənə vermədilər. Bax, içində çəkirsən, amma əzizim, sevgi çiçək almaqla deyil. Sevgi ürəyə kilitlənməkdir. Birini üzməməkdir. Harama düşməməkdir, nəfsin oyununa düşməməkdir. Yəni, Allahın razı olduğu sevgi ürəyi işıqlandırar, əzizim.
Sevirsənsə də onu qoruyursan, Allaha yaxınlaşdırırsan. Sənin üçün bax, sevən insan dua edə bilər. Tək güllə bitmir hər şey əzizim. Bax, dediklərim bu sevgidir əzizim. Gerçəkləri araşdıracaqsan, hər nəsə bilgilər öyrənəcəksən. Birilərlə dərdləşirsən, bəlkə də ağıl verirlər sənə, ya biriləri ağıl, yəni məsləhət verir, ağıl verir, amma sən ona qulaq asmayaraq qalxıb gedəcəksən. Xoşuna gəlməyən gəlişmələriniz ola bilər. Amma onu sən xeyrivə çevirəcəksən. Bax, kiçik səssiz, lakin sərt baxışla sənə təpki edən ola biləcək, sənə üzərinə baskı edən ola bilər. Bax, inadlaşma var. İnadlaşmayla gedən iş yenə də zəfər sizinlə ola biləcək. Bəzi şeylərdən qopa bilmirsən, bəzi işlərdən qopa bilmirsən. Bəzən dedikodular eşidib sarsılırsan, pis olursan. Baxırsan ki, çoxunun işi elə bir dedikodu. Yəni, dedikodu etmək, şər atmaq, birinə vedrə qoşmaq, üzr istəyirəm, xalq dili ilə desək. Bunları hamısını görə eşidəcəksən. Ona görə boş verəcəksən. Deyirsən, Allah teki məndən razı olsun. Bəndənin razı olub olmamağı vecimə də deyil, deyib keçəcəksən. Bir şeylərin üstünü bağlamaq istəyirsən, canın sıxıntı vəziyyətdədir, biraz geri çəkilmişsən, qəlbin daralır, xəyal qurduğun bir işin var, gözəl gəlişmələr ola biləcək, sevincin var, gözləmədiyin karyeranın bəzi şeylərə rahat ola biləcəksən, keçmişə baxaraq, indi elə bir əvvəlki illərə baxaraq, keçmişə baxaraq, indi elə bir pulun bərəkəti qalmayıb, bərəkəti qaçıb elə bir. Məhkəmə ilə, mirasla, təzminatla əlaqəli sizə bir haqsızlıq olmuş, 4-5 nəfər toplanıb bir söhbət edəcəklər. Bu söhbət nərzində yenə də sən mirasla əlaqəli gec də olsa haqqını alacaqsan. Ədalətsiz tərəfi ola biləcək. Sevdiyin, bax, sevdiyin insan çox qürurludur. Düz aranızda məsafə var, amma çox qürurludur. Qismət deyirsən, qismətimdir, bəlkə də belə yazılıb. Amma bu qismətdən deyil, əzizim. Bu, bir-birinizi anlamamaqdandır, əzizim. Bəzən işlər istədiyin kimi getmir. İşlə əlaqəli məsələlər, mal, mülklə əlaqəli gözündən qaçırdığın bəzi məsələlər var. Amma bu 3 ay, bax, mart ayının axırına kimi diqqətli olun. Oğurluq, manipulyyalar, yəni diqqətli olun. Bir şeyinizi itirə bilərsiniz, ya evin içinə girib çıxan insanlara fikir verin. Bəzi xərclərinizə diqqətli olun. Çox şey, ağırlıqlar keçib gedəcək üzərinizdən. İçində bir ümid yaşayacaq. Bəzən ümidsiz olmusan, bəli. Lakin hərəkətə keçəcəksən. Aprel ayından sonra yavaş-yavaş üzün güləcək, əzizim. Güclü bir sistem quracaqsan, darıxma. Sənə dəyər veriləcək. Öz sinirinə hakim ol, sakit ol. Altdan al, sağlığına bax. Çünki sağlığı nəzərlə əlaqəli sənə çox nəzərlənirsən. Gözlər, nəfis sənin üzərində. Nəfis səni bitirir, əzizim. Hər savaşın öhdəsindən gələcəksən. Əngəllər varsa sonu ola biləcək. Gözəl günlər gözlənir sənin üçün, əzizim. Bax, ətrafında səni yiyən qurtlar var idi. Biraz da virus olan insanlardan, yəni o ortamlara diqqətli olun ki, tez viruslar keçirə bilərsiniz. Allergiya ilə əlaqəli kiçik allergiyanız varsa da allergiyanız oyana bilər. Özünü qoru. Saxta insanlar bəzi var ətrafınızda, onlardan uzaqlaşın. Keçmişlə qayğın çox olub, güclü qorumaya sahib olacaqsan. Bəziniz qoruma yazdıracaqsınız, qoruma etdirəcəksiniz. Sənə ilişən insanlar oldu vaxtı ikən. Göz önündə yaşamağı sevirsən. Səni çəkə bilməyən insanlar var. Yarım yamalaq görmək istəyən işlərin var ki, yarım yamalaq qalmış. O yarım qalmış işlərini həyata keçirmək istəyəcəksən. Bəzən sənə negativ yollanır, halsız, kefsiz olursan, bunu o dəqiqə hiss edirsən evində. Bunlar hamısı keçib gedəcək. Araşdırma edəcəksən, işlə əlaqəli, karyeranla əlaqəli çətinliklərin keçib gedəcək. Bərəkət, ruzu bərəkət ayağına gəlir, əzizim. Bərəkətli olacaqsan. Tam kökündən bir dəyişimlər edəcəksiniz. 4 aydan sonra da üzünüz güləcək. Bu fincanın niyyətini tutanlar qəşəng gəldi. Narahat olmayın, əzizlərim. Üzünüz güləcək. Biraz səbirli olun. Biraz da qarşı tərəfə biraz oyaq olun, əzizim. Diqqətinizə görə var olun. Keçək ikinci fincanımıza.
İkinci fincanın niyyətini tutanlar üçün fincanımızı açaq. İnşallah ki, istədiyiniz həyata keçsin əzizlərim. Arzularınız yerinə yetsin. Tezliklə diləyiniz olsun əzizim. Bax, niyyətinizdə bir gözəl bir yol var. O yolu gedim, getməyim. Düzdür, əngəlləmək istəyən insanlar var. Çalış planlarını heç kəsə söyləmə. Heç kimə demə. Arxı hoppan, ondan sonra hop diginən. Çünki bəziləri qulağı səslədir. Sənin bütün işlərində əngəllik etmək istəyənlər var. Biraz diqqətli ol, amma yolun çox aydınlıqla olacaq. Aydınlıqlar çünki qarşına gəlir əzizim. Həyatına aldığın bəzi insanları seçəcəksən. Seçənəkliyin ola biləcək. İş məsələsində çox detayçısan. Maddiyyatla biraz tələbkarlığın ola bilər əzizim. Həyatı konfor yaşamaq istəyirsən. Öz həyatın sənin üçün dəyərlidir. Həyatın dəyərli olduğuna görə dəyərinə dəyər qatmaq istəyirsən əzizim. Biraz sağlıqlı qidalanmalar et, sağlıqlı yeməklər ye əzizim. Çünki qaraciyərinlə əlaqəli, böyrəyinlənmi, mədə bağırsaqlanmı, bəzi problemlər bəzinizdə bu ümumi baxışda əzizlərim. Bəzilərinizin alışqanlığı elə bir kənara qoymaq istəyirsən, heç kimə özünü əzdirməyəcəksən, hər kəs yerini biləcək, hər kəsi yerində otuzdurmağa bacaracaqsan. Böyük bir fürsəti qaçırtdın vaxtı ilə, çox saf insansan. Qarşı tərəfin sənə etdiklərinə görə üzüləcəksən. Bax, mart ayın 10-dan 15-dən sonra başlanğıclar edə biləcəksən. Ətrafında hissli, qısqanc, niyyəti təmiz olmayan insanlar var. Əlin dualıdır, dualar edirsən, Allaha çox dualar edirsən. Dualarınla irəliyə doğru gedəcəksən. Yenə də bax, çıxdı ki, sağlığına diqqət ed əzizim. Göz yaşların oldu, peşmançılıqlar yaşadın həyatında. Amma gözəl bir enerji yaşayacaqsan. Sinirlərin biraz gərgindir. Bəzən özünü tək hiss eləyirsən. Bağlı qapılar açılacaq. Həyatda ailəlisənsə, övladın varsa, 2 övladınsa, ya 2 övladın, ya 2 işlə əlaqəli biraz sıxılmış kimisən. O sıxıntıdan, çarəsizlikdən çıxmaq istəyirsən. Yeni insanlar həyatına gələcək. Bəzi insanların tanışdığından gözəl addımlar ata biləcəksən. Dünyaya baxış açını dəyişdirəcəksən. Həyatında xərçəng, əqrəb varsa və ya ailə içindən varsa da, bəlkə də özünüz xərçəng, əqrəbsinizsə, problemlər yaşadınızsa da, ummadığın bir yerdən bir xəbər eşidəcəksən. Sevinclər gözləyirsən əzizim. Canını incidən bəzi insanlar oldu. Bir paylaşma, mirasla əlaqəli bir paylaşma ola bilər. Hər kəs öz haqqını ala biləcək. Ailədə birlik olmasına, elə bil ki, sizin ailənin birlik olmasına qısqanan insanlar var, qısqanırlar bəziləri. Həyatına bir sakit tərəfdən baxacaqsan. Həyatınız elə bir gözəl, gerçək bir yola çıxaracaq sizi. Yeniliklər, bir dəyişmə həyatına hazırsan artıq. Doğru yola inanaraq addım atırsan. Keçmişdən çox dərs aldın. Unutmadığın gerçəklər üzə çıxa biləcək. Anlam verə bilmədiyin bir qarşılaşma da ola bilər. Gerçək həyatdan qorxmursan artıq. Artıq kontrol etməyi də çalışırsan. Ağılla hər bir şeyi çözəcəksən. Hər şeyi anlamaq zorunda deyilsən, fikirləşirsən. Məntiqlə hərəkət edəcəksən. Qaça bilmədiyin gerçəklər var həyatında. Sizi yanıldan qara buludlar görmək istəmədiklərin var. Yəni qara buludlar var qarşınızda, amma yanıldın bəzi insanlardan. Artıq o insanları da görmək istəmirsən. Qara buludlar yəni başının üzərindən uzaqlaşır. Gerçək nəyin olub olmadığını öyrənəcəksən. Sənin yaşadıqlarını heç kim bilməz nə yaşadın həyatında. Hətta sən çevrəndəki olan insanlara dərman oldun. Amma sənə heç kim kömək olmadı. Yaralarını öz gücünlə bağladın. Gecələr ağladın, gündüzlər güldün. Heç kimə bildirmədin. Güclü sosial insansan. Heç kimdən dəstək belə istəmirsən. Öz yaranı, yenə deyirəm, özün bağlayırsan. Öz şanslarının da arxasınca özün gedəcəksən, gedirsən də. Bəzən özünə haqsızlıq etdin. Allaha həvalə etdiklərin var, planların var. Sərt ayrılıqlar yaşandı.
Bax, sənə aşiq olan biriləri səni unuda bilmir. Biraz bağlı insansan. Qəlbini açıb hamıla danışa bilmirsən. Sirrini hər kəsə söyləmək istəmirsən. Bir sir var içində, sıxlıq saxlamısan. Sıxıntı yaşadın. Uzun zamandır çözülməmiş məsələlər var. Çətin bir zamanlardan keçdin. Biriləri bax boynu bükük, bax biri fikirləşir ki, həyatımda həyat yoldaşı və ya bir gözəl bir sevgilimi, partnyorumu yaxşı seçə bilmədim deyərək düşünürsən. Yəni yaxşı zamanında yanımdadır, pis zamanımda yoxdur yanımda. Ağırlıqlar var, başqa insanların ağırlıqlarını da çəkdiniz əzizim. Maddi mənəvi yüklənmələrim var. Çox şey anladırsan, yaşadıqlarını kənara qoyub yeni qapılar aralayırsan əzizim. Birisi sizdən qopmur, qopardırsınız da qopmur. Sən də vaz keçmək istəməyəcəksən. Anidən qonağın gələcək, gözləmədiyin bir qonağın ola bilər. Bəlkə də bax qonağınız gələcək, biraz içində əsəbləşəcəksən. Lazımdır, nəyimə lazımdır, bu qonaq da gəlir, deməmiş gəlib. Bəlkə də yaxınındır, bəlkə də həyat yoldaşın tərəfindəndir, bəlkə də ata tərəfindəndir, ya ana tərəfdən bir qohum ola bilər, gəlir. Onun da gəlməyini heç istəmirsiniz. Bax, evinizə girib çıxana biraz martın 20-sinə kimi biraz diqqət edin. Evinizə girən çıxanlara diqqət edin əzizim. Çünki gəliblər, ahın qoyub gedirlər. Sonra onun dalınca da bax qarma qarışıqlar yarana bilər evinizdə. İndi niyə siz qonaqsız ev olmaz, qonaqdır gələr, amma ki heç olmasa nəfsi təmiz, yəni beyni təmiz, düşüncələri təmiz insanlar gəlsin, geçsinlər məsələ. Alışqanlığı, ailə içindən birilərinin alışqanlığını buraxdıra bilmirsən. Bax, biri də burada birilərinə ikinci şans verdiyi və elə peşmansan ki, çox peşmansan. Deyirsən, kaş ki, şans verməzdim. Mən niyə buna şans verdim? Haqsız olan biriləri var. Haqsız biriləri sizə zəng edə bilər. Və ya sizə o qədər haqsız oldular ki, o insana zəng eləmək istəyən zəng edə bilmirsən. Bir çöküş yaşadın. Biriləri sizdən vaxt istəyəcək. Bax, bir kişi durub Allaha əlini qaldırır, Allah mənə səbir verginən, qarşı tərəfi mənim başımı bəlaya salmasın deyə. Qarşı tərəf istədiyini edir, izləyir də, görür də, günahını da tapır, amma onu, yəni boynunu almır qarşı tərəf. Sinirinizə çalış, bu aralar hakim olun. Bəzən özünə əsəbləşirsən, çarəsiz olursan, mal mülklə heç vaxt həyatda öyünmədin, hər şeyin var da öyünmürsən, çox ağır təbiətli, öz sözü yerini bilən insansan, çox saf bir insansan əzizim. Yorğunluqlar var üzərində, dincəlmək istəyirsən. Biriləri sizə hədiyyə alaraq sizi sevindirə bilər, rahatsız, yuxusuzluqların var. Bir yerə gedirsən, gedəndə də gedib qala bilmirsən çox. Dedikoduya qulaq bağlayacaqsan, biriləri idmanla məşğul olacaq, idmana yazılacaq və idmana gedib gəlir. Dəyişikliklər, sizin həyatınızda dəyişikliklər, yaxşıya gedən məsələləri gördükcə paxıllığınızı çəkən insanlar ola biləcək. Fərəhliyə çıxacaqsan, T hərfi çoxlu bir insan ətrafında olaraq birilərinin dəstəyini görəcəksən, bir məsələ çözüləcək. Bir işin arxasını da düşünmüsən, tutmusan, buraxmırsan, o işin də xeyrini eşidəcəksən. 6 ayda gözlədiyin evlə əlaqəli xeyirli işlər olacaq əzizim. Öz dünyanı bəzən çəkirsən, qərarsızlıq olur səndə, mədə bağırsaqda kök, şişkinlik, qəbizlik, öt, qaraciyər və biraz piylənmə, diqqət edin. Bir məsələni araşdıracaqsan, doğru mu, səhv mi, onu araşdıracaqsan. Bəzən ikiləmdə qalırsan. 2 diləyim var əzizim. Diləyim biri tezliklə olacaq, biri zamana bıraxginən. Özünə zaman ayıracaqsan. Qarşında egoist insan var. Sənin huzurlu olmağı istəmir. İnşallah ki, övladından sevinəcəksən, bir məsələlə əlaqəli yolun açılır, bir dostla da, rəfiqənlə də aran deyə bilər bu aralar əzizim. Diqqətinizə görə var olun, çox sağ olun. Əziyyət çəkib vaxt sərfləyirsiniz. Gözəl şərh bölməsinə yazdığınız bütün sözlərə görə, gözəl sözlərinizə görə sağ olun, var olun. Kim məni izləyir, ürəyicə mənə dəstək olursa, İnanın ki, öz ocağıma etdiyim dualarım üçün də, izləyicilərim üçün də dua edirəm. Necə deyirlər, mənim də dualarım sizə inanın ki, kömək olacaq. Mən buna inanıram. Sağ olun, var olun.